Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Şükürov Ramin Aydınoğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valikoğlu və zabiti Nəbiyev Emil Ramiz oğlunun qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət işi başlanıb. Əməliyyat istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyev ilə qabaqcadan əlbir olub, hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədi ilə ona müraciət etmiş vətəndaşa hərbi bilet əvəzi arayış verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8.000 manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2.000 manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Şükürov Ramin Aydınoğlu və Nəbiyev Emil Ramiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma, Əzimov Xalid Valikoğluna isə həmin məcəllənin 311.3.1-ci, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsadəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı əsas və vəzifədən kənarlaşdırma əlavə növündə qəti imkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.